21-də olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civestonu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərində duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 34-39 dərəcə isti. Dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq.